Hələlik bir stakan çaya qonaq olun. Buyurun, təzə dəmdir. Təşəkkür eləyirəm. Çayın biri qaydadır, ikisi cana fayda. Vay! Öldüm ada, haradadır? Haradadır? Öpürəm qardeşim. Dəhlizin Bu ne axırda işi sola başıma vuran geldi? kimi. Daha dözə bilmirəm. Daha dözə bilmirəm. Siz yoldaşı, buyurun. Sağ ol qardeşim, görüşərik. Gəl qabanalım, gəl. Salam əleykum. Əyləş. Sənin boyda insan evladını görməyə bilsən nə qədər şadam. Balaca bir iş üçün narahat eləyirəm. Aha, nə fərqi var? İstər böyük olsun, istər balaca. Bu saat bizim borcumuz ondan ibarətdir ki, hər işə diqqətlə, məsuliyyətlə, mən deyərdim ki, ürək yanlısı ilə yanaşaq. Və biz burada niyə oturmuşuq? Bəs bu vəzifəni bizə nəyə görə tapşırıblar? Bağışlayın, mən bilmək istərdim. Ölsələn olsun, çayını iç. Çox sağ olun. İç qadanalı. Mən bilmək istərdim. Hər şeyi biləcəksən, hər şeyin öz vaxtı var, gözəl insan. Balaca işi həll eləmək, böyük işi həll eləməkdən daha çətindir. Çünki balaca iş sərgər işidir. Burada daha ciddi olmaq lazımdır. Atalar deyib ki, bugünün işini sabaha qoyma. Əgər bugün biz balaca bir məsələni həll ediriksə, o qədər sevinirik ki, ta nə deyim. İcazə verin gedim. Daha dözə bilmirəm. Tez yer qaban alın. Bəs biz burada nəyə görə oturmuşuq? Bəli, yoldaş gözəl. Daha kim var orada? Salam əleykum. Gəlmək olar. Mən böyük bir məsələ üçün gəlmişəm. Gəl. Gəl gözəl insan. Bu saat biz hər şeyi həll edərik.